Salam dostlar. Aprel 2026 ayı bəzi bürclər üçün xüsusilə uğurlu və gəlirli olacaq. Bu videoda sizə məhz aprel ayında maddi baxımdan yüksəliş yaşayacaq 4 bürcü açıqlayacaq. Bəlkə də siz də həmin şanslı insanlardansınız. Gəlin vaxt itirmədən başlayaq. Birinci bürc buğa. Aprel ayı buğalar üçün çox güclü maliyyə enerjisi gətirir. Son aylarda çəkdiyiniz zəhmət artıq öz nəticəsini verməyə başlayacaq. İş həyatında yeni imkanlar yarana bilər. Əlavə qazanc yolları, yeni əməkdaşlıqlar və gözlənilməz gəlirlər mümkündür. Əgər bu ay tələsmədən düşünülmüş qərarlar versəniz, qazancınızı daha da artırmaq şansınız olacaq. Buğa bürcləri üçün bu ay maddi sabitliyin başlanğıcı ola bilər. İkinci bürc şirşirlər üçün aprel ayı çox parlaq və uğurlu keçəcək. Sizin liderlik xüsusiyyətləriniz və cəsarətiniz sizə pul qazandıracaq. Yeni layihələrə başlamaq və ya fərqli ideyaları həyata keçirmək üçün çox uyğun zamandır. Əgər risk etməyə bacarsanız, böyük qazanc əldə edə bilərsiniz. Ətrafınızdakı insanların dəstəyi də sizə kömək edəcək. Bu ay şirlər üçün yüksəliş və maliyyə artımı dövrüdür. Üçüncü bürc əqrəb. Əqrəblər üçün aprel ayı sürprizlərlə dolu olacaq. Pul sizə gözləmədiyiniz yerlərdən gələ bilər. Bu bonus, əlavə gəlir və ya yeni qazanc mənbəyi şəklində ola bilər. Ən önəmlisi isə sizin güclü intuiziyanızdır və ya daxili hisslərinizə güvənsəniz düzgün qərarlar verəcəksiniz. Bu da sizi maddi baxımdan bir addım irəli aparacaq. Dördüncü bürc oğlaq. Oğlaqlar üçün bu ay zəhmətin bəhrəsini toplamaq vaxtıdır. Uzun müddətdir çəkdiyiniz əziyyət artıq qarşılığını verəcək. Karyerada irəliləyiş, maaş artımı və ya yeni iş imkanları mümkündür. Bu qazanc təsadüfi deyil, sizin çalışqanlığınızın nəticəsidir. Əgər bu tempdə davam etsəniz, gələcək aylarda daha böyük uğurlar əldə edə bilərsiniz. Aprel ayı oğlaqlar üçün dönüş nöqtəsi ola bilər. Sonda isə bir şeyi unutmayın, ulduzlar sizə istiqamət göstərər bilər. Amma uğuru yaradan sizin qərarlarınızdır. Fürsətləri düzgün dəyərləndirin və riskləri ağılla idarə edin. Gücünüz bu siyahıda var idi. Şərhlərdə yazın. Daha çox belə videolar üçün kanala abunə olmağı unutmayın.